Salam, əziz Zəfər TV, İlgi Dəstişər, Şəhidim TV-sinin iştirakçıları, izləyiciləri, hər birimizi salamlayıram və buradan Azərbaycan Respublikasının şəhid ailələri, əlil və müharibə veteranlarının müdafiəsi ictimai birliyi sədri olaraq qeyd etmək istəyirəm ki, şəxsi heyətimizə bugün biz kadrların dəyişməsi ilə bağlı bir ildən artıqdır bu işləri güclü həyata keçiririk və bugün bizim qədim Qarabağın işğaldan azad olan bir gözəl bir şəhəri Xankəndi şöbəsinin yeni sədri Əzizov Əziz təyin edilmişdir və Əzizov Əziz apardığı işlərdə öz işlərini aktiv aparılmasında bizlərə söz verib. Toplantı vaxtı Əzizov Əzizə lazımi tədbirlərin, aidiyyəti tədbirlərin görülməsi haqqında tam məlumat verilib və hesab edirik ki, qədim Qarabağın gözü olan Xankəndi şəhərinin sədri Əzizov Əziz bizim verdiyimiz baş idarə tərəfindən aldığı tapşırıqları layiqincə yerinə yetirəcək və Xankəndi şəhərinin tez bir zamanda demək şöbəsinin aktiv birincilər siyasətına çəkəcək. Və mən bu günləri sizə Əzizov Əziz Xankəndi şəhərinin, şöbəmizin, ictimai birliyimizin, şəhid ailələri və müharibə veteranlarının, yuxularının müdafiə ictimai birliyinin möhrün təqdim edirəm və bu möhürdə təqdim edərkən bu möhürdən əlil, veteran, şəhid ailələrimizin işgüzar, qanuna müvafiq qanunlarının qorunmasında istifadə etməsinə layiqli və hərəkət etməsini sənə bəhk edirəm və hesab edirəm ki, tapşırıqlarınızı yerinə edəsiniz. Buyurun. Çox sağ olun. Və biz almışdayıq Əziz müəllimi. Göstərdiyiniz etimada görə çox sağ olun. Əlimdən nə işitmək, güclü olarsa çalışacağım ki, göstərdiyiniz etimadları tez bir zamanda doğrultam. Allah hamınızdan razı olsun. Təşəkkür edirəm və qeyd etmək istəyirəm ki, indi çıxışlara müavinlər buradadır. Mən çıxışlar üçün söz verirəm. Və mən istəyərdim ki, bizim gənc qadır, Vətən müharibəsinin qalisi Fərid Abuzadə Fərid Eyvadoğlu Nəsimi rayon şöbəsinin hüquqi işlər üzrə müavin və sədr əvəzi kimi təyinatı verilib və Fərid eyni sözlər sizə də aiddir. Nəsimi rayon şöbəsi tam format olması, güclü bir şöbəyə çevrilməsi ictimai birliyimiz üçün vacibdir və bunun üçün əlindən gələn əsir gəlməməlisən və bu ictimai birliyin loqası altında ictimai birliyimizin adını yüksəklərə qaldırması üçün hər ikiniz aidiyyəti tədbirlərin görülməsi üçün hərəkətə keçməlisiniz və ictimai birliyin rəhbərlik elədiyiniz rayon şöbələrinin sədri kimi bütün addımları atmalısınız. Və mən də sizə bu işdə uğurlar arzulayıram və sizə indi hüquqi işlər üzrə müavin İlyas Əhmədov gələcək yerinin alınması ilə, icra hakimiyyətinin tanınması ilə və əmlakda bu məsələlərin həyata keçirilməsi Xankəndi yerinə yetirib və sizdə də bu təqdimatlar indi təqdim olunacaq və söz İlyas Əhmədov. Mən də öz növbəmdə əziz müəllimimizi təbrik edirəm, sizə uğurlarla can sağlığı arzulayıram. Uzun illər əsarət altında qalmış bizim Xankəndi şəhərinin abadlaşmasında çox böyük işlər gedir. Bizim şəhid ailələrinin müharibə veteran müdafiəsi ictimai birliyi olaraq həmin dövrdə şəhid olmuş qazilərin, əlillərin ailələrinə diqqət və qayğı göstərmənin bir mənalı olaraq sizin üzərində düşünürəm ki, Bakıdan bir xeyli ara məsafəsi var, biz oraya gedənə qədər siz artıq oradasınız. Təbrik edirəm, sizə uzun ömrü can sağlığı arzulayıram. İnanıram ki, birincilər sırasında olasınız. O cümləndə siz Nəsimi rayon fərdləri, Nəsimi rayonunda görəcəyiniz işlər təbii ki, göz qabağındadır Nəsimi rayonu. Demək olar ki, oradan, sıfırdan yığılmadı. Yəni, o rayon olacaq, orada hələ ki, siz hüquqi işlər üzrə müavin təyin olunmuşsunuz. Sədr əvəzsiniz, çünki sədr yoxdur, sədr birinci olaraq sizə verir. Yox, yaxşı işdə sözünüzü göstərsək, təbii ki, Tahir müəllim sizi 2 ay müddətinə və yaxud da 6 ay müddətinə sizə vaxt qoyacaq. İndi orada vaxt prosesi əmrdə yazılacaq, göstəriləcək. Onunla əlaqədar olaraq sizin məskunlaşmanız üçün
Bakı şəhər Məsumluğu icra hakimiyyətinə veriləcək sizin tanıqlarınızı bu sizin icra hakimiyyətinə göndərirsiniz. Təbii ki, yerlə əlaqədar olaraq sizə təqdim olması yəni qol çəkdirirsiniz və kopyasında qeyd edirsiniz. Biz sizə təbii bu da daşınmaz əmlak dövlət rejistr xidməti Məsumluğun şöbəsinə bunu sizə təqdim edirsiniz ki, sizin yerinə təmin edirsiniz. Təbrik edirəm, özünüzün can sağlığı və birincilər sınavında bildirir. Buyur canım benim. Muavin kimisinden. Bəli, bugün təbii ki, Bakıda Qaracahanla bir çox şəxslər, kadr islahatlar aidiyyatı üzrə, region üzrə, yəni sədrli şöbə sədrliyinə təyinat alıb. Hesab edirəm ki, Əziz müəllim və Fərid müəllimlər inşallah təyinatı üzrə xidmətlərini yüksək səviyyədə aparacaq və üzvlər sırasında yüksək səviyyəli hörmətə sahib olacaq. Həm zabit kimi, həm müharibə iştirakçısı kimi, eyni zamanda müharibə dövründə sağlamlığını vətən uğrunda itirmiş şəxslərimizin qayğıya ehtiyacı var. Təbii ki, bizim Azərbaycan Respublikası şəhid ailələri, əli və müharibə veteranlarının intibar müdafiəsi ictimai birliyinin amalı və nizamnaməsi də bundan ibarətdir ki, uzun illərdir ki, xidmət göstərir və eyni zamanda şəhid ailələrinin, şəhid analarının, valideynlərinin, sosial rifaha aşağı olan insanlarımızın, əlillərimizin qayğısında dayanmışdır və eyni zamanda Cənab Sədrin təlimatı əsasında Ali Baş Komandanımızın daxili və xarici siyasətinə dəstək olmaq məqsədi ilə nizamnaməmizdən kənara çıxmamaq şərti ilə qanunvericiliyə uyğun olaraq heç bir qanun pozuntusu etmədən xidmətlərini yüksək səviyyədə göstərmiş sədrlərimiz bu dərəcədə Cənab Sədrimizin təqdimatı ilə, İlyas müəllimin təqdimatı ilə və bizlərin iştirakı ilə möhrə sahib olmuş və xidmətini yüksək səviyyədə aparmışdır. Hesab edirəm ki, bundan sonra da sizlər də bizim Azərbaycanın ayrılmaz ülkəsi olan qədim Xankəndində və Fərid müəllimin təyinat aldığı rayon üzrə İnşallah ki, yüksək səviyyədə xidmət göstərəcəksiniz, mən buna inanıram. Çünki hər kəsi Allah yaradanda onun simasında bir nur yaradır. Yəni, Azərbaycan zabiti, Azərbaycan əskəri, Azərbaycan silahlı qüvvələrində xidmət etmiş şəxslərin hər birində o nur var. Çünki niyə? Liboy bir hərbiçinin, hər hansısa bir hərbiçinin simasına diqqətlə baxsaq, onun simasında Azərbaycanın qədim tarixini oxumaq olar. Çünki vətənpərvərlik, qeyrət, əqidə, şərəf və ləyaqət bizim məhz Azərbaycan ordusunun tərkibində xidmət göstərən könüllülər, eyni zamanda hərbiçilərimiz olur. Mən sizə can sağlığı arzulayıram və diqqətinizə görə təşəkkür edirəm və xidmətinizdə uğurlar arzulayıram. Mən istəyərdim ki, hər iki şəxsi bir də alqışlayaq. Və mən qeyd etmək istəyirəm ki, bizim vətən müharibəsi ciddi, demək, Agil Məmmədov, polkovnik leytinata bizim ictimai birlik tərəfindən stolüstü bir hədiyyəmiz var. Yəni, bunu izləyicilər bilsin. Gözəl döyüşçü vətən müharibəsində döyüş nüfuzunu həyata keçirib və hazırda xidməti yerinə biz onun stolüstü bir hədiyyəmiz var. Kamil müəllim, o hədiyyəni zəhmət olmasa göstərərdin. Telefondan çıxaracaq. Bu hədiyyə bizim göndərdiyimiz hədiyyə belə götürək də ictimai birliyimiz tərəfindən göndərilmiş bir hədiyyədir. Hədiyyə şəxsən polkovnik leytinat Agil Məmmədova göndərilir. Xankəndi şəhərində hədiyyəmizin Agil Məmmədova baş zabitə çatdırılması Əzizov Əzizə həvalə edilir və Əzizov Əziz həmən bax bu hədiyyəni mənim qardaşımda bu gördüyüm bu hədiyyəni bizim vətən müharibəsi iştirakçısı polkovnik leytinat Əzizova Agil Məmmədova stolüstü kabinet stolüstü hədiyyəsi kimi çatdırılmasını təmin edəsiniz belə tut belə. Biz burada insan göstərərsiniz. Cəmaat başa düşsün ki, biz bunu stolüstü hədiyyə çox aksesuarlar var, asmayın. Stolüstü hədiyyədir yəni bu. Bunu başqa cür
Başa düşmeyin. Stolüstü hədiyyədir İctimai Birliyimiz tərəfindən sadəcə olaraq bizi xətrini çox istədiyimiz və tanıdığımız bu İctimai Birlikdə şəhid ölülərin əhlilərə və müharibə veteranlarına yüksək səviyyədə qayğı göstərən Polkovnik Leytenant Baş Zabit Agil Məmmədov olacaq. Təşəkkür ederim.